Ən çox fərdi ustaların evdə təmir apardığı mənzillərdən gəlir. Çox zaman ev sahibləri özləri hansısa bir tikinti materiallarının arxasıca getməyə ya tənbəllik edir və yaxud da ki, zaman çatdıra bilmir və işi etibar edir usta heyətinə, həmin ustalara və yaxud da ki, briqada rəhbərinə, belə deyərdim. Və sonda müəyyən qədər o materiallarla bağlı da problemlərlə üzləşirlər. Məsələn, siz bir peşəkar mütəxəssis olaraq, işinizi sevən, işini bilən peşəkar mütəxəssis olaraq nə tövsiyə edirsiniz? Ev sahibi mənzilin təmiri zamanı tikinti materiallarını özü alması doğrudur, yoxsa onu işi icra edən komandaya etibar etməlidir? Komandaya etibar etməlidir əlbəttə ki. Həm də komanda ilə bir yerdə özü də iştirak edə bilər həmən prosesdə. Bu daha yaxşı olardı, mən düşünürəm. Yasin bəy, sizin də fikirləriniz, Əli bəy? Əlavələrim olacaq, Akşin bəy. Məsələ nədən ibarətdir? Ən önəmli məqam ondan ibarətdir ki, ev sahibi etibar elədiyi bir komanda ilə yola çıxmalıdır ilk öncə. Həmin komandanın rəhbəri, yəni ustaların üstündə nəzarət eləyəcək adam, şirkət rəhbəri, fərqi yoxdur. Bütün məsuliyyət həmin adamın üzərindədir. Mən birbaşa fərdi ustalarla işlənməsinin əleyhinəyəm. Çünki siz onunla sizi bağlayan bəlkə də bir 3 manatlıq nömrədən başqa aranızda heç bir şey yoxdur. Sabah həmin adamı çox rahatlıqla problem olanda tapmaya bilərsiniz ki, bu problemlərlə biz də üzləşirik. 3 il, 5 il işləməyimizə baxmayaraq eyni usta ilə bəzən bir yerdə bir problem yaradır adam və o problemi sonra aradan qaldırmaq istəmir. Həmin moment ola bilir, həmin an o problem aşkar olunmur, işin axırında ortalığa çıxır. Biz həmin adamı tapırıq. Tapmasaq belə işi məsuliyyətini daşıyırıq deyə başqa bir insana, başqa bir etibar elədiyimiz insana o işi gördürürük, təhvil veririk. Amma ustalar belə fantastik elə bir oyunlar eləyə bilirlər ki, evlərin içində. Ev yiyələrini elə bir vəziyyətlərə sala bilirlər ki, həqiqətən də məni dəfələrlə telefonda zəng eləyib ağlayan ev yiyələri görmüşəm ki, qardaş, alınmır. Əvvəl sizlə danışmışdıq, amma sonradan mənə bir tanış usta məsləhət gördülər. Getdik, işə başladıq. İş yarım çıxdı, ev yarım çıxdı. Pulun da belə deyə 70-80%-ni usta məndən gün ərzində alıbdı. Hər gün pul istəyib filan peşməkan. Birinci hər gün pul istəyən ustalardan qaçın.